Quzey Azərbaycan nə yerdədir, haçan meydana girə bilər. Bunlar fərzidir, ya bəlkə heç biri olmadı. Amma madam bəhsi açılıbdır, danışaq. Biraz Güney Azərbaycanlı vətəndaşın sualına cavab vermiş olaq ki, Quzey Azərbaycan elə ilk gündən gələcək topla, tankla, nə bilim, uçağla, Pakistanın aldığı olsun, yaxşı modern uçaqlarla mı? Yoxsa hələ gözləyəcək, Güneyli gərək özü meydanda ola, özünü bir toparlaya, sonra bəlkə Azərbaycan Quzeydən ya Türkiyədən dəstək gələ. İstəyirəm görəm ki, Sayın Elxan bəy, siz Quzeydəsiniz və bu məsələni orada həttəmən dəyərləndiribsiniz. Biz Güneyli vətəndaşlara necə cavab verə bilərik bu məsələ ilə bağlı? Buyurunuz lütfən. Mehdi bəy, son dərəcə vacib sualları səsləndirdi, son dərəcə. Açıq deyəm ki, bu sizin səsləndiyiniz suallar Azərbaycanın özündə belə çox da müzakirə olunmur. Çünki niyə? Çünki efirdən bəzi məsələləri səsləndirmək doğru qiymətləndirmir ki, İran bunu fərqli qiymətlə. Amma biz burada açıq bu müzakirələr edə bilərik. Bu sizin verdiyiniz suallara keçmədən öncə Əhməd bəyin toxunduğu iki məsələyə mən də öz fikrimi bildirim. O sərhəddə vurulan həqiqətən Əhməd bəy, onlar bizə qarşı, bizdə də sevindilər ki, İsrail bizim işimizi gördü. Yəni, Naxçıvandan görünür o radarlar. O radarlar kimin əleyhinədir? Təpədə qoyublar Ərdəbil tərəfdə, Təbriz tərəfdə. Yəni, həqiqətən onlar Azərbaycana qarşı yönəlmiş, İsrail onları da vurdu. Bu məsələnin bir tərəfi. Bir də mən istəyərdim, Əhməd bəy, indi növbəti müzakirədə bizdə də bir mövzuda müzakirə olunur. Tam cavabı yoxdur ki, siz qeyd etdiniz ki, İran ordusunda Sepahda Azərbaycanlılar da. Əgər İranda hadisələr elə bir inkişaf nöqtəsinə gəlib çıxa bilərmi ki, həmin o orduda və Sepahda da parçalanmalar ola bilər. Həmin o Azərbaycanlı hərbçilər milli hərəkata qoşula bilər. Və bunu da istəyərdim sonraki məsələlərdə müzakirədə konkret Mehdi bəyin suallarına gəldikdə, məncə Şah İsmail Xətay ilə bağlı müzakirələrin açılması yersiz idi. Yəni, Türkiyə prezidenti bir çıxışında onu xatırlatdı. Yəni, bu cür geosiyasi ağır vəziyyətdə bu cür fikir ayrılığına səbəb olan mövzular əslində gərək gündəmə gəlməməli idi. Ondan sonra Türkiyə parlamentinin sədri də bunu dedi. Yəni, bu düzgün deyildi. Amma Türkiyə bizim qardaşımızdır, strateji müttəfiqimizdir. Bir millət, iki dövlət prinsipindən çıxış edirik. Sabah da İlham Əliyev prezident Türkiyəyə gedir, Sayın Erdoğanla Qəhrəmanmaraşda böyük bir layihənin açılışı olacaq. 100 milyon dollar Azərbaycandan pul ayırdı zəlzələdən sonra o Qəhrəmanmaraşda böyük bir ərazi Azərbaycanın hesabına inşa oldu. Bu məsələ artıq arxada qaldı, Şah İsmail mövzusu. Çünki bu fikir ixtilafı yaradan məsələ. Hələnin öz mövqeyi var, indi yeri deyil. Qoy məsələlərimizi bitirək, sonra tarixçilər, bu siyasətçilərin də məsələsidir. Bu uzaqbaşı tarixçilərin mövzusudur ki, tarixçilər öz aralarında müzakirə. Çünki bu mövzunu gündəmə gətirəndə bu, İrandakı Fars rejiminin əlinə işləyir, bizim ermənilərin əlinə işləyir, bizim düşmənlərimizin əlinə işləyir. Keçirəm sizin ikinci sualınızı, çox vacib bu da sualdır ki, bəli, İranda və Güney Azərbaycanda hadisələr inkişaf etsə, dəstəyə ehtiyac olsa, Quzey Azərbaycan özünü necə aparacaq? Hansı şəkildə proseslərə müdaxilə edəcək, qarışacaq, dəstək verəcək? İndi aydındır ki, rəsmi səviyyədə Azərbaycan İran adlanan dövlətin daxili işlərinə qarşılanmaz. Bizim rəsmilər də deyir ki, biz üçüncü dövlətlərə imkan vermirik ki, İrana qarşı nəsə hərəkət olur. Halbuki İran 40 ildə bizim əleyhimizə kifayət qədər hərəkətlər etdi. Burada silahlı qruplar yaratdı. Gör nəyəsə, hətta millət vəkilimizi öldürmək istədilər belə. Yəni, parlamentin üzvünü. Bu qədər bizim daxili işlər. Amma biz yenə də daxili işlərə qarışmadıq. Amma sizə onu da deyim. Məsələn, Suriyada 10 il qabaq, 15 il qabaq bu cür hadisələrə kim proqnozlaşdıra bilər? Suriyada da bir avtoritar rejim var idi. Bəşər Əsəd, Hafiz Əsəd idi atası, sonra Bəşər Əsəd. Yəni, dövlət İran kimi bir dövlət idi. Amma hadisələr elə bir nöqtəyə gəldi ki, Əhməd bəy də xatırladı. İndi orada Amerikada var, indi orada Türkiyədə var, indi orada İsraildə. Hələsi özünə pay götürüb orada təhlükəsiz zolaqları yaradıb və haradasa Türkiyəni də anlamaq olar, haradasa digər İsraildə anlamaq olar ki, hələ bu rejimə inanmır Suriyadakı. Hər bir ölkə orada öz maraqlarını qoruyur. Baxmayaraq, hamısı da Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Niyə? Çünki orada müəyyən təhlükələr var idi. Əhməd bəyin dediyi kimi, Bəşər Əsəd nəzarət edə bilmədi, Kürdlər silahlandılar, Türkiyə problem yok. Ona görə Türkiyə ordusu daxil oldu Suriyaya. İsrail daxil oldu Suriyanın cənubuna. Amerikada bir yolla daxil oldu. Rusiya işə qarışdı. Bəşər Əsədə dəstək verdi, amma nəticəsi olmadı, qaçdı Bəşər Əsəd. Yəni, əgər
İranda da, Suriyada bənzər hadisələr olsa, mən sizi inandırıram ki, Azərbaycan Cumhuriyyəti Respublikası həmin o Güney Azərbaycanda yenə də olacaq. Necə ki, İkinci Dünya müharibəsində baxmayaraq ki, biz SSR-nin tərkibində idik. SSR ora qoşunlarını göndərmiş, amma bu qoşunların böyük hissəsi Azərbaycanlılar idi. Bu Quzey Azərbaycan hərbçiləri idi. Mədəniyyət xadimlərimiz Təbrizdə, Ərdəbildə konsertlər verirdi. Pişəvəri hakimiyyətə biz kifayət qədər dəstək verdik. Sadəcə Amerika o zaman SSR ilə münaqişəyə girdi ki, İranı parçalaya bilməz. Amerika əslində bizim yolumuzu kəsdi. Bizim deməyək, Stalin yolunu kəsdi. Yəni, əslində məsələ o zaman elə həll olunmuşdur. İmkan vermədilər. Yəni, ikinci bir şans yaranıb. Açıq deyirəm bunu sizin efirdən. Bunu bəzən bizim rəsmi kanallardan açıq demək olmur. Çünki rəsmi mövqeyi var da. Amma biz Günazda bunu rahat müzakirə edə bilərik. Televiziyanın adı da Güney Azərbaycan televiziyasıdır. Yəni, bunu çox rahat şəkildə müzakirə edir. Ona görə mən hesab edirəm ki, Suriyadakı bənzər hadisələr İranda olsa. Bax, dünənki mesaj bunun bir əlaməti idi. Dünənki mesajı yenə də xatırladıram. Rəsmi qaynaqlar bizim dövlət nəzarətində olan agentliklərə xəbər yolladılar. İsrailə xahiş edirik ki, rica edirik ki, İranda yaşayan Azərbaycan mövqelərinin zərbələrdə ehtiyatlı olsunlar. Azərbaycanlılara zərbələr endirilməz. Bu həm İsrailə mesajdır, dostumuzdur, tərəfdaşımızdır. Yəni, Təbrizdə yaxşı hərbi mərkəzləri vursan, amma ehtiyatlı burada Qəzzadakı olaylar təkrarlanmaz. Azərbaycanlıların burnu qanamasın. Bu həm də İrana mesajdır ki, Güney Azərbaycan bizim üçün önəmli bir amildir. Lazım gəlsə biz orada da hərəkət edək. İlham Əliyevin məşhur bir açıqlaması var idi. 50 milyonluq Azərbaycanlı prezidenti. Düzdür, bəzən Güneylilərdən bəzi rahatsız olanlar olurdu ki, nə oldu, bəs bizə niyə dəstək olmadı? Yəni, müəyyən məqamda o dəstək də olacaq. Biz Azərbaycanlıların İranda əziyyət çəkməsinə seyirci qala bilmərik. Yəni, proseslər o nöqtəyə də gəlib çıxara bilər. Əgər biz istəyiriksə ki, qonşuluğumuzda bizə tərəfdaş və dost dövlət olsun, biz bu məsələlərdən kənarda qala bilmərik. Türkiyə də kənarda qala bilməyəcək, Azərbaycan da kənarda qala bilməyəcək. Yəni, həm də İlham bəy, çox bağışlayın İlham bəy, o mesaj ki, dediniz, həm İrana mesajıdır, həm İsrailə, həm də Güney Azərbaycanlılara mesajdır bu. Bəli, tamamilə doğrudur. Bəli, yəni arxazda varıq, o da var.